Salam aleyküm. Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım ki, keyfiniz sazdır və hər gününüz yaxşıdır. Bu günləri Türkiyədə bayramdır, Zəfər bayramıdır. Zəfər yəni piruzi farsça, ərəbcəsi də şeydir, zəfərdir. Və tətildir, həm də əlan mən televizyonda gözümün qabağındadır. Əvvələn Prezident Erdoğan bu günləri təbrik dedi, danışdı və birinci başda Azərbaycanda olan Türkiyəli sərbazlar, əfsərlər, dərəcədarlar, timsarlardan başladı. Onları ki, Türkiyədən xaric, Türkiyədən eşikdəki ölkələrdə, dış ölkələrdə xidmət edirlər Türk millət mənafeyinə. Onlardan təşəkkür elədi, onları danışdırdı. Mən də bu Zəfər bayramını sizin hamınıza təbrik deyirəm. Dostlar, bu günləri kitab oxumayacağam və bu günləri millətlərin istiqlal istəyi və onun yolunda savaş və cəsarət məsələsini haqqında danışacağam. Zəfər bayramı olduğu üçün yenə də bir dəfə də bunu təbrik edirəm Zəfər bayramın. Yaxşıdır ki, görək biz neynəmişik? Biz Güney Azərbaycanlılar. Güney Azərbaycanlı xüsusən neynəmişik bu istiqlal üçün? Bunu bir özümüzdən soruşaq. Baxaq dünyaya. Dünyada 2 dənə mühüm savaş keçibdi. Ki bu 2 savaşın hər ikisi Osmanlını yıxmaq üçündür. Hər ikisi Osmanlını yıxmaq üçündür. Və hər ikisində Avropalılar salıblar. Fransa, İngilistان, Alman, Rusiya, ərz edeyim xidmətinizə, Otriş, Macaristan, bunlar əl-ələ veriblər və savaş salıblar. Ki, Türk dövlətini yıxalar. İndi, əvvəl bu üç soruşaq, şuraq ki, Zəfər bayramı ki deyirlər, bu bayramdan qabaq, baxın, 1922-ci ilin, bugünkü əlan mən sizinlə danışıram, Ağustos ayıdır, Türkiyədə Ağustos deyirlər, latincəsini deyirlər. Ağustos ayının 30-udur. Bu savaşdan öncə tarixdə deyirlər ki, Türkiyəlilər, yəni Osmanlılar, ondan qabaq Osmanlıdır. Osmanlılar ən azı, mən burada bəzi amarlar yazmışam, 2.325.000 şəhid veriblər. Yəni, fikir eləmin ki, Türkiyə ki, bugün biz görürük Türkiyədir, bu çox sadə əldə qalıbdır. Bunun üçün, bu Türkiyə üçün 2.325.000 ən azı insan canın əldən veribdir. Bu savaşdan, Zəfər günündən qabaq. Fəqət ordu əskərlərdən, yəni ölənlərdən, ordulardan şəhid olanlardan deyirlər ki, 128.000 ən azı şəhid olan var və 600.000 nəfər ən çoxu. Yəni deyirlər, bu arada adam şəhid olubdur, orduda əskər. Əskər dediyimiz, yəni hər adam ki, silahlı qüvvələrin içində o paltarı giyib savaşır. Bir dənə böyük savaş var. O böyük savaşda deyir ki, 175.220 nəfər şəhid olubdur. Vətən üçün. 61.487 nəfər
yox olubdu. Yəni nə sonra əsirlikləri bilinibdi, nə də ki ölülükləri bilinibdi. Əlbəttə ki, bunlar şəhidlərin içinə keçirlər də, çoxu ora gedir. Ola bilər bir iddəsi məsələn qaçıblar, nə bilim, bu cürsü bir şeylər, gizləniblər. 763.753 dənə də adam yaralanıbdı savaşda. Bir savaşda. Bir dənə savaş var, adı Gallipoli. Gallipoli savaşı 8 ay uzunluğu çəkibdi. Bu 8 ayda 85.000 türk sərbazı ölübdü. Əskər. 85.000. Və indi kiminlə savaşırdılar? İngiliz, İrland, Avustraliya, New Zealand, Newfoundland və bunlar. Bir də Fransa. Yəni diqqət buyurun, 2 dənə əbər qüdrət. Fransa və İngiliz o müstəmirələri ilə baxan. Hindistan da bunların içində var. Mən niyə bilmirəm, yazmamışam. 115.000 nəfərdə bunlar ölü veriblər. Fransəlilər nə qədər? 27.000 nəfərdə fransəlilər. Diqqət buyurun, yəni 85.000 nəfər türk insanı ya Osmanlı insanı və 115.000 İngilistan imperatorluğu, 27.000 Fransa imperatorluğu ölü veribdi. İndi bir dənə da Birinci Dünya Savaşına baxışı. Mənim dediyim budur ki, dünya savaşlarının hər ikisində Avropalılar, Fransa, İngilistan, Alman, Rusiya bunlar salıblar. O birisilər bunların əli altındadılar. Salıblar ki, Türk imperatorluğun aradan apararlar. Deyir ki, Kolli imperatorluğun Birinci Dünya Savaşında imperatorluğun bütünlüğündə 100 nəfər, hər 100 nəfərdən 14 nəfəri ölübdür. Diqqət buyurun. Görün nə qədər böyük bir adam öldürüblər və çalışıblar vətəni saxlayarlar. Bu bir. İndi dostlar, bu sualı mən soruşuram. Birinci Dünya Savaşında və İkinci Dünya Savaşında İran deyən məmləkət deyək Qacar. Harada idi? Savaşıb, savaşmayıb. Niyə savaşmayıb? Necə ola bilər ki, dünya savaşır, onun ordusu yoxdur savaşa? Necə ola bilər ki, deyək Rusiya ilə 30 il savaşıbdı, Azərbaycan 2 bölünənə can. Amma Birinci Dünya və İkinci Dünyada İran savaşmır. Mənim ağlıma bir gəlir. Niyə bunun ordusu yoxdur? Necə ki 30 il Rusiya ilə savaşıbdı, dedim Azərbaycanın bölünməsindən öncə. Əlbəttə İran savaşmayıb, bunu deyək. Azərbaycanlılar savaşıblar Ruslarla. 30 il. Amma necə olar ki 30 ildən sonra burada bir ordu yoxdur? Rıza Şah dövründə deyirlər ki, Rıza Şahın ordusu ki, ordu deyirlər, 23.000 dana qəzzaq varmış. Qəzzaq sözü özü dostlar, bunu görsələr ki, bu nə Rusdur, nə İngilis, nə bu Türk sözüdür. Qəzzaqlardan gəlir də, Qəzzaq savaşçılarının vəziyyətindən gəlibdir. Onu ülgü alıbdır Rusiyəllər, elə adına deyiblər Qəzzaq. Elə həmanı da Abbas Mirzagil alıblar, sonralar Qəzzaq adını qoyublar. Və yavaş-yavaş bu olubdur. Məsələn, Rıza Şahı şah eləyəndən sonra kollən o gedəndə 23.000 dana bunun ordusunun tüfəkli, toplu, təyyaralı filanı var idi, tancızadı var idi. 23.000 nəfər. İndi söz budur. Mənim əsli sualım budur dostlar. 2 dana dünya savaşı olubdur. Neçə ilin içində deyək ki, 15 ilin içində 2 dana dünya savaşı olubdur.
Bu iki dünya savaşında heç birisində İran adlanan, Qacar da olsalar, heç birisində yoxdur. Niyə yoxdur? İkincisində işğal olubdur, əslində savaşmayıbdır, Rıza Şahdır. Rıza Şah deyə adam var iş üstə, ingilislər gətirmişlər Qacarın qabağına, getdi. Osmanlı, mənim nəzərim belə gəlir ki, İran, dostlar, mənim nəzərimə, nəzərdir, mən tarixçi deyiləm. Mən fəqət bəzən fikirləşirəm, bir yol tapam ki, bu məsələni həll edəyəm. Qacar dövründə, üzr istəyirəm, Səfəvi dövründə bir dənə deyirlər, savaşımız olubdur Osmanlı ilə bizim. Deyirlər. Olubdur, olmayıbdır, mən tarixçi deyirəm. Amma deyək ki, olubdur. Bu savaşda Səfəvilər şikəst deyiblər, dalıya oturublar, gediblər İsfahana. Sonra da neçə bilmirəm 200 il, 250 il zat şahlıq eləyiblər. Cəlib budur ki, 250 il sülhüdə qalıblar, savaşmayıblar. Yəni 250 il orada burada xırda savaşları çıxın qırağa savaşa girməyiblər. Osmanlı ilə də ki, əslən savaşa girməyibdir. Osmanlı ilə də əslən savaşa girməyibdir. Sonra da görürük ki, gəlirik elə Səfəvi şeydə də bu cürdür, Qacariyyədə də bu cürdür. Mənim nəzərimə gəlir ki, o mərhələdən bir dana Səfəvilərə və Səfəvilərdən sonrasına Osmanlı xudmuxtarı, iç xudmuxtarlığı veribdi. İç hakimiyyət veribdi. Mənim nəzərimə belə gəlir, yoxsa həll eləmək olmaz. Çünki bir ordu dünya savaşı gedir, topu var, tüfəyi var, filanı var, bəhmanı var. Səfəvinin də görürsə ordusu yavaş-yavaş aradan gedir. Çünki savaşa ehtiyac olmayandan sonra ordu da aradan gedir. Təbii ki. Bəllidir ki, bunun əmniyyəti bir ayrı dövlətin öhdəsinədir. Qacarların sonuna qədər. Hətta biz görürük ki, o zaman ki, birinci ya ikinci dünya savaşında ki, ermənilər Azərbaycanda orada-burada qətlə-am elirlər. Orada da yenə də bu güc İrandan gəlmir. Baxın, Urmiyə ətrafında Bakıdan tutdu, gəldi, Urmiyədən getdi ta şeyəcan, Türkiyənin içinə qədər ermənilər adam öldürürlər, qətl-am edirlər. Burada da İrandan biz bir dana sərbaz eşitmirik ki, gedən məntəqəyə. Cəlibdir ki, Azərbaycanlılar o zaman ki, istirlər, Təbrizlər, Urmiyəllər falanlar istirlər ki, ermənilərin bu qətl-amının, soyqırımının qabağını alsınlar. İran və Qacar padişahına kağız yazmırlar ki, bizi nəcat ver. Yazırlar Osmanlıya, Osmanlı bizi nəcat ver. Bu bunu göstərir ki, Azərbaycanlılar və Qacar Osmanlı bayrağı altında bir autonomisi var idi, bir hakim, xudmuxtar bir vəziyyətdə yaşırdı. Hətta biz siyasi baxımdan baxanda görürük ki, bir nəfər istir getsin Məkkiyə ya Kərbalıya, gedir dünyanı döyür vurur, Osmanlının torpaqlarından keçir gedir. Yəni mərzə elə bir ki, şeydən getib, indiki Kirmanşahdan getib gedə bilməz. Bəlkə gərək gedə şeydən, Bəsrədən gedə. Bu, bunu göstərəcək bir qərardat vardı bunun arasında. Amma bu, indi nədir olub bizim zehnimizdə çıxır? Məncə o beyin yıxamaq ki vardı dünyada, Avropalılar özlərin mərkəz bülüblər və tarixi ona görə yazıblar. Onların da danışqahları olduğu üçün, yazı teknolojiləri çox olduğu üçün biz bir dəfə onları elə mat qalmışıq. Beynimizi vermişik onların əlinə, ustad danışqahlarımız daha. Onlar nə deyirlər? Düz deyirlər. Çünki onlar bizlərin qabaqdılar. Onların falan. Biz tariximizdə, onlar deyək ki, teknolojide qabaqdılar. Silah savaş maşınında, evdə, eşikdə, şəhərdə, xiyabında deyək, hər şeydə qabaqdılar. Tariximizin nə rəbti var onlara? Biz niyə tariximizi də vermişik onlara? Mənə belə gəlir ki, Qacar dövləti
Qacar dövlətinə qədər biz yarı istiqlallı bir millət idik. Onun üçün də silahlanma haqqımız yox idi. Bunun üçün Qacarın görürsünüz silahı yoxdur. Azərbaycanlılar ki, Rusiya ilə savaşırlar, dostlar, ordu savaşmır, ordusu yoxdur. Mənim nəzərimə, əgər biz 30 il Rusiya ilə savaşmışıq, əgər ilə deyirəm, çünki burada da bir sual yerləri var ki, əslən biz savaşmışıq ya yox. Və nəcür olubdu bu cür qəziyyə? Nəcür olubdu? Ordu yox, biz 30 il Rusiyanın qabağında davam gətirmişik. Bəlli olan ordu olmayan yerdə Əliyalın kətlilərə deyiblər ki, hər kəsin cəhat veririk, hər kəs əlinə bel götürə bilir, gəlsin, getsin savaşsın. Bel götürən gedib savaşa. Yəni bir cəhat, bir iman fəqət savaşı burada, silah yox. Bunun üçün də şikəst yiyiblər. Amma görürük ki, Ənvər Paşa Osmanlıdan durur gedir Bakıya. Məsələn, şeyin qabağında çıxır. Nədir olur? Bax, əgər Qacar var, niyə Ənvər Paşa var? Ya o birisi paşalar var. Dedim, hətta bizim özümüzdə, o zaman ki, ermənilər 2-ci Dünya Savaşında bizi qətlə edirlər, biz yenə də şeydən kəmək alırıq. Bunun üçün mənim zehnimə gəlir ki, beynimiz yıxanıb tarix haqqında, tariximizdə. Deyək ki, muşəhdir, maşındır, arabadır, şəhərsazlıqdır, yaxcəldir, televizyondur, bərqidir, telefondur. Bunların hamısı biz qərbidən almışıq və onlardan nə deyiblər demişik, siz düz deyirsiniz, siz inkişaf eləmişsiniz, biz dalı qalmışıq. Amma nədən tariximizi də onlar deyiblər, ustad danışqahlarımız da qəbul ediblər, siz düz deyirsiniz. Çünki sizin silahınız güclüdür, sərvətiniz güclüdür, filanınız güclüdür, pəs tarixi də siz bizdən yaxşı bilirsiniz. Biz onun üçün tariximizi indi bilmirik. Bir bu. İkinci bu ki, dostlar, bunu istəyirəm deyəm. Bu günləri Zəfər bayramı deyim. Bir də hamısı qutluram bu Zəfər bayramın. Baxın dostlar, Türkiyəni Türkiyə eləmək üçün ən azı 600 min nəfər can verir. Deyək ki, 600 min nəfər vətən yolunda savaşıbdır. Biz Azərbaycanı müstəqil eləmək üçün, ya Qacarı əlimizdə saxlamaq üçün neçə dənə şəhid vermişik? Mənə bu sualdır da, sizə də sual olsun. İndi bu günləri Ukrayna Rusiya kimi əbər-qüdrətin qabağında 7 aydır dayanıbdır. Şəhid verir da, vaqiyyət deyək ki, mən onlara şəhid deyirəm. Önəm daşımır ki, o müsəlmandır, məsihidir, ermənidir, yahudidir, hər nə vətəni üçün və millətinin gələcəyi üçün, millətinin və vətəninin azadlığı, üzgürlüyü, qurtuluşu üçün savaşırlar, can verirlər. Müqəddəs adamdılar, müqəddəs adamdılar. Biz Güney Azərbaycanlılar vətənimizi istiqlalı vermək üçün neçə nəfərimiz hazırıq ki, şəhid olaq. Savaş öldürək, şəhid olmayaq, yox. Beləsi pisdir. Əsən bu kəlməni pisdir, yox, ölməyə gedirəm, yox. Biz hazırıq, neçəmiz hazırıq ki, vətən yolunda vətənin düşmənlərini öldürək. Neçəmiz hazırıq ki, vətən yolunda zindana düşək. Vətən yolunda arvadımızdan, uşaqlarımızdan, dədəmizdən, nənəmizdən, varımızdan, yoxumuzdan geçək. Neçə nəfərimiz hazırıq. Baxın, onları ki, bu günləri Türkiyədə şəhid olurlar. Mən Əfqanlıları da demişəm. Əfqanlılar, baxın, Əfqanlılar 2 dənə əbər-qüdrət yıxıblar. Yəni, bu millət iftixar eləməli millətdir. İran inqilabından qabaq bunlar savaşa giriblər ruslarla. O şahların adı əgər yadıma düşsə, əleyhinə kodita elədilər. Binəzir deyildi. Mənə şah. Onun əleyhinə kodita elədilər. Kommunisti bir iş gəldi üstə. Rusiyəlilər gəldilər, aldılar. Ruslarla Əliyalın, düzdür, Amerika ora-bura silah verirdi. Amma üst-üstə Əliyalın hesab olardı. Çünki təyyaraları yox, bombaları yox, filanları yox. Yəni, bunlar Klaşinkovla savaşırdılar. JS ilə savaşırdılar. Nə ilə savaşırdılar? Bu cür şeylə. Yəni, klasik ərtəş deyildi. Təlim görmüş ərtəş deyildi. Görürsünüz ki, onlar savaşırlar və Ruslar qeydir gedir.
Sonra Amerikalılar getdilər, işğal elədilər, getdi oranı da aldı. Hər kəs dostlar istəsə mən vaxtım olanda gedirəm. Yox, Şah Məsud deyil dostlar, Şah Məsud deyil. Zahir Şah idi fikirəm Zahir Şah idi. Google eləsək gələr ki, axirin şahı ki, Əfqanistan fikrim Zahir Şah idi. Calibdir, bu bir dəfə də Rıza Şah dövründə gəldi İrana. İran adlanan ölkəyə gəldi. Xanımsı baş açıq idi. Yəni kamilən mən elə indi burada əgər eləyə bilsəm, bunu yaza bilsəm ki, mən Zahir Şah bilirəm. Bəli, Məhəmməd Zahir Şah. Məhəmməd Zahir Şah Əfqanistanın axirin şahı imiş. Əhsilləri də buradadır, kodita oldu. Mənim yadıma gəlir, mən onda gənc bir uşaq idim, 11-12 yaşım var idi, ya az hətta. İlməhs alırdım hətta. Yadıma gəlir ki, onda xəbərlərdən eşitdim ki, Zahir Şahın əleyhinə kodita eləyiblər ruslar. Komünistlər əslində. İndi o adam ki, kodita eləmişdi, onun da adı bəlkə zehnimə gələr. Amma onlar geçən 43 ili Əfqanistanlar savaşdadılar. Kasıb qalıblar, zəifləyiblər, amma vətənlərini qoruyublar. Diqqət buyurun, eyni o fikri mən, eyni bu Əfqanlılar fikrim ki, Azərbaycanlılar Rusiya, Qacar dövründə savaşıblar. Azərbaycanlılarla Rusiya arasında olan savaş, Əfqanlılarla Rusiya arasında olan savaşdır. Sonra Amerikalılar getdilər ora, Əfqanistanda yenə də Əfqanlılar onlarla savaşdılar. Amma dostlar, diqqət buyurun, söz budur. Biz Qacarın son dönəmindən bu günə qədər təslim olmuşuq. Şeyx Məhəmməd Xiyabani bir kodita eləyibdi, deyək. Bir hökumət qrupda adını qoyub Azadistan torpağın adına. Mən bunu bir dəfə Günas TV-də də dedim. O zamanki türkü bərnamə vardı 2013-də. Dedim ki, bu coğrafiyada siyasi adlara baxın. Hamısının axırında Sitan var. Sitan gələndə, məsələn, Takistan, üzümlük. Sibistan, almalıq. Anguristan, yenə üzümlük. Bostan, bostanlıq. Yəni, bir dana cinsidən olan bir şeyin üstünə sitan gələr. Bilmirəm farscadır, haradır, onu bilmirəm. Amma beləsi gələr. Siyasi adada çevirəlim. Amma normalda bir dana cinsidən olan şeyə deyər. Məsələn, dedik ki, bax, indi bu məntəqələrdə baxırıq. Deyirik ki, Uyğuristan, Uyğurlular. Fəqət Uyğurluları tutur. Orada onlar deyir. Ermənistan, fəqət erməniləri tutur. Qırğızistan, fəqət qırğızları tutur. Türkmənistan, fəqət türkmənləri tutur. Loristan, fəqət lorları tutur. Sistan, fəqət sistanlıları tutur. Ərəbistan, fəqət ərəbləri tutur. Bəluçistan, fəqət bəluçları tutur. Ondan sonra baxırsınız ki, bu məntəqə, bu bölgədə Tataristan, Moğolistan, hangisine baxırsa baxın siyasi adlara. Yəni orada fəqət əsli millət ki oranı təşkil verir, oranın sahibi adı var. İndi gəlirik, görürük ki bu bölgədə bir dana istisna var. Kürdistan, baxın yenə də oxuyuram. Təbəristan, Kürdistan, Loristan, Sistan, Bəluçistan, nə bilim Ərəbistan, ondan sonra Türkmənistan, hər yerə gedirsə elə bu cürsü. Yəni bu bölgədə Rusiyanın içində olanlara beləsi deyilir. Rusiya işğal eləmişdi. Tataristan, Üzbəkistan, Qırğızistan. Baxırsınız, görürsünüz ki, hər dövlət o İstan kəlməsi gələndə, yəni burada əksəriyyət cəmiyyət, əksəriyyət mütləq özüdə. Yəni deyək ki, %90, hər neçə, 50 bə əlavə 1.
51, əgər bir dana cəmiyyət 100 nəfər fərz eləsək, 51-i bir cəmiyyətdən olsun, o deyirik əksəriyyət. Çoxunluq. Çoxunluğu bunların nədir? Bunlardandır. İndi birdən görürük ki, bunların ortasında bir dana bir şey var. Ermənistan, diqqət buyurun, Kürdistan, hətta mən Farsistan deyirdim, Farsistan, Loristan, Təbəristan, filan. Birdən göfəsətdə bir dana var, Azərbaycan. Niyə buranın adı Türkistan deyil? Gərək bura Türkistan ola. Mən nəzərimə gəlir ki, buranın da adı Türkistan olmalıdır. İndi bura Türkistan olanda biz Anadolu ilə birləşirik. Yəni, bugünkü Türkiyə ilə bir oluruq. Çünki Türkistan bura olur. Türkiyə sonra budur. Ora Osmanlı deyilirdi. Dedim, biz də Osmanlığın içindəyik. Amma Türkistan bura olacaq. Yəni, tamam bu bölgə ki, Osmanlı tutubdu, gəlib də ərəb deyirlər, erməni deyirlər, yəhudi deyirlər, türkdülər, dinləri yox ha, millət olaraq türkdülər. Din xod kimidir. Bu günləri mən xod giymişəm, dünənlər t-shirt giymişdim. Yəni, bu günləri müsəlmanam, sabah eləyə biləm Məsihi olam, o birisini eləyə biləm dinsiz olam, o birisi gün eləyə biləm yəhudi ki olmaq olmaz, amma məsələn, ayrı bir dinə keçə biləm. Din sizin milliyyətinizi təyin eləmir. Paltarızdır giyirsiniz. Sizi birləşdirir. Sizi birləşdirir, gücləşdirir, iman verir, ölmək üçün, qalmaq üçün, öldürmək üçün vətən yolunda. Bu şey. Amma dostlar, nədən biz, indi söz yenə də qeyd edirəm bura. Nədən gözümüz görə Osmanlıda savaş gedir, İstiqlal savaşı gedir və yüzlər min nəfər orada şəhid olur vətən üçün. Amma biz burada hazır deyilik. Dedim, Şeyx Məhəmməd Qacarların dövründə hazır deyilik. Çıxaq, dövlətimizi qorumaq üçün, Qacar dövlətini heç olmağa qorumaq üçün savaşaq. 2-3 nəfər orada-burada qalxırlar, Urmiyədə qalxan olur, şahın özü Rusiyədən qeydir, gəlir bir tədid adamlarla Məhəmməd Əli Şah və qardaşları gəlirlər. Amma elə bu qədər qutarıcı gedir. Amma biz Azərbaycanlılar və türklər, Qəşqailər, türkəmənlər o qədər işimiz olmur. Şeyx Məhəmməd Xiyabanı bir kodita elir, bir dövlət qurur, biz onun yolunda savaşmırıq. Sonra Şeyx Pişəbəri rəhmətlik dövlət qurur, biz onun yolunda savaşmırıq. Nə cür olur ki, Əfqanistanlılar Amerikanın qabağında, Rusiyənin qabağında savaşırlar, biz İranın qabağında savaşmırıq. Bu sualı soruşmalıyıq. Savaşmayan bir millət, savaşçılı olmayan bir millət ölü bir millət. Təslim bir millətdir. O millət özünə iftixar eləyə bilməz. O millət dilin, tarixin, ədəbiyyatın, hər şeyini əldən verər. Bir şey qazana bilməz ki, deyə bu mənimdir. Biz hər nə keçən 100 ildə qazanmışıq, hamısı İran adına müsadirə olubdur. Fars adına müsadirə olubdur. Hətta əl fərşi ki, toxuyuruq, sənət deyib bu. Mən hətta dünən gördüm ki, yenə də Təbrizdə bir video yayılıblar, o fərsçilərin ittihadiyyəsinin rəisidir, nə idi tacir, o tacir danışır, deyir ki, sənət-i fərş. Sənət-i fərş adında bir şey yoxdur. Bu bir əl işidir və hünəri işdir. İllər çəkir bir fərşi toxumaq. Yəni 10 nəfər bir fərşin üstündə oturub bir il çəkir bunu qutararlar. Yəni bunun harası sənətdir. Sənət o zamandır ki, bir gündə 2000 dana maşini fərş toxur atır eşiyə. Buna deyirlər sənəti. Yoxsa əl ilə 10 nəfər bir il danışır, bir dana məsələn 20 metr fərş toxur. Olmadı ki, bu sənət deyil. Amma hətta bu da İran adına müsadirə edilir. Persian carpet deyə bunu dünyaya verirlər. Sizin adınıza, çünki siz yoxsuz ki. Əslində Türk milləti İranda yoxdur, ölüdür. Mən bunu dəfələrcə demişəm. Qanun əsası da, qanun əsası legal və illegal, qanuni və qeyri-qanuni müşəxəs edir. Yəni deyir ağa, baxın, qanun əsası budur bax. Qanun əsası deyir ki, bu o şey ki mən burada deyirəm, ya deyirəm var, deyirəm yoxdur. İndi deyib ki, Farsi zəbanı rəsmi, Şiə də zəbanı dini rəsmi, Zərtüştü filan da bunlar da dindilər, ehtiram edir. Qəbul edir. İndi siz burada hardasınız? Türk hardadır? Yoxdur. Yəni qanun əsası sizi deyəcək, siz yoxsuz ya da farssız.
Çünki olsaydınız, gərək adınızı çəkəydi. Əfqanistanın qanun əsası ki, yazıblar taza qanun əsası. Amerikalılar gedəndən sonra bir federal sistem Əfqanistanda qurdular. Orada yazıblar, ya Əraqda yazıblar. Yazıbdır ki, zəban dilləri ki, Əfqanistanda var 1, 2, 3, 4, 5, 6, 7, 8. Mən bunu bir dəfə də Günas TV-dən yaymışam, şeydə də qoymuşam bunları, Əfqanistanın vəziyyətin. Özümdə Facebookumda da getsəz görərsiniz, orada da həm video var, həm də ki, müfəssəl belə dana-dana qanun əsasının əsllərini yazmışam, qoymuşam orada ki, əslən nə qədər mütərəqqidir İran qanun əsasına baxanda. Sonra millətin adını yazır. Deyir ki, bu millətin adı 1, 2, 3, 4, bunlar 20 neçə dana millətin adını yazır. Sonra deyir ki, ayrı millətlərdə var bunlara tay adın yazılmır. Yəni deyir ki, var, millətlər var. Kanadada da dəqiqən deyir ki, nations, demir nation. Deyir ki, millətlər. İndi biz yoxuq, çünki savaşmamışıq. Çünki bir qorxaq millətuq. Qorxduğumuza dostların bəzi qorxuq, milləti qəhrəmanı, Türkiyə, Azərbaycan. Baxın, bunlar fəqət bizi özümüzü toğlamaq üçündür. Milləti qəhrəman ki, baş əyib təslim olubdur. Bunun harası qəhrəmandır? Farsların hökuməti altındadır. Əlirzə Fərşigil dünənləri bir video qoyublar, ya əksi qoyublar, Əlirzə Fərşi yekanda cənabları. Dostları ilə geçən həftə çəkmişlər Urmu gölünə. Yazıblar ki, Urmu gölündə bir damcı su yoxdur. Damcıdan danışırlar. Rəsmən yazır ki, Urmu göl quruyubdur, su yoxdur. Yəni, biz bəs, axı, nə milləti qəhrəmanı Azərbaycan ya Türk deyə bilərik ki, toprağı aradan gedir, suyu aradan gedir, tarixi aradan gedir, mədənləri aradan gedir, dili aradan gedir, mədrəsəsi yoxdur, şəxsiyyəti yoxdur, kimliği yoxdur, tohinin eşidir, radio, televizyonda ağzına tuvalet fırçası soxurlar, Türkiyə xər deyirlər, bunlar. Və bu oturub badımcan da deyil, ağəl badımcan, bu oturub burada şikil kimi baxır. Yugoslavi bölündü. Ağa, insanlar belə bir dənə oğru düşsə evimizə, onunla biz savaşırıq. Malum, telefonumuzu biri bizim əlimizdən qaçırsa, xiyabanda gedirik. Telefonumuzu biri əlimizdən qaçırsa, dalısından qaçırıq. Ay, filan bəhman. Biz Azərbaycan hökumətimizi vermişik. Dilimizi vermişik, tariximizi vermişik, ədəbiyyatımızı vermişik. Hər şeyimizi əldən vermişik. İqtisadımızı, mədənimizi, Urmu gölümüzü, hər şey, insaniyyətimizi əldən vermişik. Nökər vəziyyətindən də aşağıya gəlmişik. Amma yenə də özümüzə belə nə deyirlər, utanmırıq, deyirik ki, milləti qəhrəman Azərbaycan. Əgər bu günləri Türkiyədir, o iki İngilistan dedim, daha hangi məmləkətlərlə savaşı Türkiyə? İngilistan kimlərdən ibarətdir? İngilistan, İrland, Şimali Cənub, hər ikisi ilə. Avstraliya, New Zealand, Newfoundland və Fransa. Bunlarla savaşıbdır. Harda? Fəqət Qallipoli savaşında 8 ay çəkibdir. 8 ayda 85 min Türkiyəli ölübdür. 115 min İngilisli, 27 min Fransəlini öldürüblər. Yəni, baxanda görürsən ki, hər bir Türk sərbazı əskəri 2 dana şey öldürübdür. Üst-üstə. 2 dana Fransəli və İngilisli öldürüblər. Yəni, əgər biz Belkülük götürsəydik, Məhəmməd Rizanın ordusunun qabağında dursaydıq, inanın ki, o ölülər ki verdik 25 min nəfər, ondan az ölü verərdik. Belkülüklə, daşla, süpəklə. Süpəklə belə daş atsaydıq, bax, indi gedirik xiyabana, biz bu süpəkdən istifadə eləmirik bu sərbazları vurmağa ki, bizi istirlər buralar. Hala Kürdlərlə İranın sərbazları savaşır, Kürdlərlə ki savaşmır, Kürdlərlə yox. O sərhəddə durubdu, İranı qoruyur,
Ya Kürd, ya hər kəs terrorist onları vurur. Biz hala onları öz sərbazımız bilirik. O halda ki, onlar biz xiyabana çıxanda bizi də vururlar. Yəni, bizim beynimiz bu qədər balıq beyinli olmuş. Dostlar, gəlin qəbul edək. Biz bu günə qədər ki danışıram, nə dilavər bir millətuq, nə savaşçı bir millətuq, nə bir şey. Çünki qorxaq bir millətuq, təslim olmuş bir millətuq. Əgər istirik ki, Türkiyə kimi, Azərbaycan kimi vətənimizə sahib çıxaq, dünyada yer sahib olaq. Ağa, bəzi məmləkət var, 300 min nəfər, 150 min nəfər cəmiyyət var, məmləkətdir. Biz ağzımızdan çıxır 40 milyon, bəzi 50 milyon deməyim, deyin ki, 2 milyon Azərbaycanlı var İranda. 200 min nəfər Azərbaycanlı var, 120 min nəfər Azərbaycanlı var. Lağəl utanaq özümüzdən, yaxşı, çox dəyirik axı. Axı, belə biz 50 milyon olmayaq, 5 milyon olsaq, nəfərə bir dana 100 girəmlik daş atsaq, bilirsiniz nə qədər daş elər Farsistanın qabağında. Əslində, onlardan gələ bilər bəyə. Xumeyninin bir sözü var, dedi, müsəlmanların hərəsi bir sətil su töksə, İsraili su aparar. Biz hərəmiz bir sətil Urmu gölünə su töksəydik də olmuşdur. İqtisadımız yox, rifahımız yox, əmniyyətimiz yox, iqtisadımız yox, özümüz də özümüzü şişirdirik. Türkiyəlilər belə şəhid verdilər və çalışdılar. Dünya onları qəramətə bağladı. Qəramətə. Calibdir, 2 həftə, 1 ay zat bundan qabaq bir dana video görsətdilər xəbərdə, Türkiyə xəbərində. Mən deyirəm, əlan mənim televizyonum açıqdır Türkiyə və görürəm ki, o Zəfər bayramı hələ feylən gedir Ankarada. Bir dana görsətdilər ki, bir zaman, məsələn, 50 il, 60 il, 70 il bundan qabaq, bilmirəm, tarixi yadım deyil. Bir dana Avropalı şirkət gəlibdir Türkiyədə nəft tapa. Bir yeri tapıblar ki, oradan nəft çıxırdı. Görsən, qərə nəvid deyərik da biz. Qərə nəvid axırdı gedirdi. Gəldilər, onun üstünü qazıblar. Biraz qazandan sonra bir 2-3 ay işləyiblər. Sonra ora beton yoxa, betondan bəh bir şey töküblər. Deyiblər, burada nəft yoxdur, çıxıblar, gediblər. Hətta mən bunu, dostlar, Kanadada da eşitdim. Kanadada da mən olan şəhər ki, adı Torontodur. Birinci Dünya Savaşında bunlar bir təyyara düzəldirmişlər. Concord şirkəti adında bir şirkət təyyara düzəldirmiş. Əgər iştibah eləməsəm. İndi mənim üçün bunu bir 15 ildir zat bundan qabaq eşitmişəm. Bəlkə adı yadımdan çıxmış ola bilər. Deyirdi ki, Amerikalılar gəliblər, bunlara deyiblər ki, siz təyyara düzəltməyəcəksiniz. Biz düzəldəcəyik. Siz bizdən alacaqsınız. Bunların kərxanalarını bağladıblar. Nədir olubdur? Yəni, o qədər zor dəyənək yoğunmuş ki, bunlar kərxananı bağlayıblar, onlar bunları düzəldiblər, onlar bunları satırlar. Türkiyə indi geçən həftədən getdi o nəftin üstünü aşmağa. İstəyirəm nə deyəm? İstəyirəm deyəm ki, birinci dünya və ikinci dünyada türklər savaşdılar ki, bölünməyələr. Ölü verdilər, amma bölünməyələr. Nəhayətdə bölündü. Türkiyə, Osmanlı çox məmləkətə bölündü. 20 neçə məmləkətə bölündü. Bəli, Türkiyəni qəramətə bağladılar. Yəni, dedilər, savaşmışıq, sən bir belə milyard dolar bizə verməlisən. Türkiyəlilər 2013-əcən, əgər iştibah eləməsəm, ya 15-əcən, o qəraməti verirdilər. Erdoğan dövrəsində qutardı, mən biləni. O qəramət qutardı. Bir yol. Türkiyə başladı öz ayağı üstündə durmağa. İndi özü, bu Türkiyə ki, bu günləri görürük, bu geçən o, yəni İranda biz nə qəramət vermişik, nə bir şey. Biz müstəmrə idik elə. Heç görməmişik. Yəni, İngilislər gətiriblər, şahı da özlər, onlar qoyublar, şahı da onlar aparıblar, Xumeyniyi gətiriblər, Xumeyni də aparacaqlar, o birisini gətirəcəklər filan baxma. Çünki biz şey deyilik. Biz, dostlar, Türkiyəlilərdən və bəzi məmləkətlərdən ki, bizdən kiçikdilər, onlardan örgəşməliyik. Vətən üçün savaşacaqsın. Savaşanmırsan, gücün yoxdur, bir ayrı gücdən istəyəcəksən, gələ sənin üçün savaşa.
Müstəmirəsən, lağəl abırlı müstəmir ol. Hindistan şeyin müstəmirəsi idi. İngilistanın lağəl abırlı müstəmir idi. Yəni iqtisadı var idi, filanı var idi, dili var idi, ədəbiyyatı var idi, danışgahı var idi, elmi var idi, sənəti var idi. Onun sayəsində bu günləri Hindistanlılar, bu günləri Amerikanın və Kanadanın əsl sərmayəsi onların əlindədir. Yəni mənim nəzərimə gizli dövlət Kanadada və Amerikada Hindistan dövlətidir, gizli. Yəni yer altından tamam bunların əsli yerlərini alıbların. Əgər bir gün bunlar pom benzinləri bağlayalar, bir gün tirakları, trelləri yatırdalar, Amerika işləməz. Kanada işləməz. Hamısının savadı yuxarı teknoloji. İndi də dünyada atom, filan, bəhman hər şeyə əl tapıblar. Göyə getməyə çalışırlar. İqtisadları günü-gündən inqilab hərəkəti vəziyyətdə qalxır göyə. Avstraliya, Kanada, New Zealand, İrland, ora hamısı bu İngilistanın müstəmirəsi idi. Kaş biz də İngilistanın müstəmirəsi olaydık. Yəni Farsların müstəmirəsi ondan kaş İngilistanın... Aha, indi biz əgər savaşmaq gücümüz yoxdur. Gedək Türkiyədən millət olaraq 50 milyon imza demirəm, 5 milyon imza yazaq Türkiyəyə, göndərək deyək, bizi Türkiyəli hesab edin. Bizə Türkiyə pasportu verin. Baxın, mən bunu dostlardan hamısından istəyirəm, yayın bunu. Bir dana kampeyn quraq, imzalırıq. Türkiyədən biz Türküq. Gəlin bu kampeyni qoyaq. Biz Türküq, İranda Farsların müstəmirəsi altındayıq. Bizim heç insani və türklük haqqımız yoxdur. Mədrəsəmiz, tariximiz yoxdur. Biz Türk dövlətlərindən xüsusən Türkiyə və Azərbaycan Cumhuriyyəti dövlətlərindən istiruq. Xahiş edirik ki, bizi vətəndaş olaraq qəbul eləsinlər və bizə Türk vətəndaşlığı, pasportu, kimliyi versinlər və bizdən haqlarımız üçün bizdən difa eləsinlər. Biz buna bir 5 milyon yox, hətta 1 milyon imza yıxsaq, dostlar, vəziyyətimizi dəyişdiririk. Yəni, hər vəziyyəti dəyişdirmək üçün fikir gərək dəyişdirək. Biz əgər İranın müstəmirəsi yox, çünki beynimiz İrancıdır hala. Biz beynimizi dəyişdirsək, ayrı cür baxsaq, yolumuz dəyişər. Yolumuz dəyişəndə birincisi bu olar ki, bir dana belə bir kampeyn yaradarıq, imza yaradarıq, bunu göndəririk Türkiyənin məqamlarına, Azərbaycanın məqamlarına, Sazman-ı Millələ, Avropiya, Amerika dövlətlərinə, Avropa dövlətlərinə, nə bilim, Rusiya, ərəblərə, filanlara biz yardım istəyirik. Biz səssiz gərək bir yerdən çıxaq. Biz nə qədər bir zəif millətik ki, belə bir şeyə də əl vurmuruq. Biz əgər savaşdaydıq, dostlar, qətən bir dənə Azərbaycanımız vardı. Filistinlilər 40 il savaşdılar İsraillərlə. Dünyası İsraillərlə deyəndə, yəni o sərmayədarı dünyasını. 40 il savaşdılar. Axirində bir dənə torpaq aldılar. Şura bir bayraq qurdular. Deyirlər, biz ağa Filistinli. Yox, bura da Filistindir. Bura nə var? Qəzzədir. Biz nə inəmişik? Biz dilənçi. Fəqət əllərimizi açmışıq. Farslar bizə mədrəsi verir. Farslar bizə Urmuc gölünə su gətirir. Farslar falan. Hangi gölü partlatdıq, hangi adamı öldürdük, hangi adamı döydük. Dünyada yalvarmaqla bir nəfər ələcək, ağa baxım, gəlin hamımız əlimizi açaq ki, Allahdan istəyək ki, Allahdan gücdə heç zat bilmiyordur. Allah Urmuc gölünü nəcat ver. Əgər nəcat verdi, onda deyək. Yox ağa, belə bir şey yox. Yalvarmaqla nə Allah, nə bəndə heç kəs verməz. Allahın özü Quranda deyibdir ki, hərəkət sizdən, bərəkət məndən. Hərəkətsiz bir millət ölü bir millətdir. Gəlin, dostlar, vətənimiz üçün öldürməyə hazır olaq. Vətənimiz üçün və millətimiz üçün öldürməyə hazır olaq. Gəlin, vətənimiz üçün və millətimiz üçün heç olmasa da yap aşağısı budur. Silahlanamırıq, götürək Türk məmləkətlərdən istəyək ki, bizi Türk milləti olaraq rəsmiyyəti tanısınlar, bizi vətəndaşlıq versinlər və bizi bu vəziyyətdən qurtarmağa köməklik eləsinlər. Mənim zehnimə ən azı bu gəlir. Çox sağ olun ki,
Mənlə oldunuz, qulaq asdınız. Yenə bir dəfə də Zəfər bayramın ki, bizə də ülgü olar inşallah. Hamıza təbrik deyirəm. Mübarək olsun Türk millətinə. Hər yerdə vardılar bu gün. Və yenə deyirəm, Türkiyəlilər bu günlərəcə dünyada bir mövqeyiyyət qazanıblar. 20 sənəti dövlətin içinə giriblər. Yuxarı gəlirləri vardı, filanları vardı. Əlbəttə bu günlərdə bilirik. Dostlar, bu günlərdə ki, mən cənabınızdan danışıram, dünyada korona mərizliyindan sonra hər yerdə bahalıq var. Yəni bu təkcə Türkiyədə deyil, təkcə İranda deyil, Kanadada da biz çox iftizah vəziyyətdə bahalıqları getdik. Benzin 120-130 %130 getdi yuxarıya. %130. Bəzi yeməklər %200 getdi yuxarıya. Bəzi qiymətlər, mənim məsələn qızımgil istədilər evlərinə biraz vəsait alırlar. 14 ayda onu sifariş veriblər, hələ gəlib çıxmayıbdı. Yəni yoxdur da, olmayandan sonra da baha olur. Onun üçün dostlar, Türkiyə bir dana savaşa girdi, İstiqlal Savaşı. Amma o İstiqlal Savaşın iqtisadda da apardı, rifahda da apardı. Dildə də, ədəbiyyatda da, teknolojide də, hər şeydə apardı qılıq. Biz hala belə bir şey eləmirik. Hər halda Zəfər bayramı tüm Türk millətinə qutlu olsun. Gecəz xeyri qalsın, sağ qalın.